Hamıya salamlar, xoş gördük hamınızı. Bugün şənbə günüdür. Uşaqlardan tez oyandım yenə. Uşaqlar yatırlar. Özümə bir kofe elədim. İçim, sonra səhər yeməyi hazırlayım. Elə yeni içib qurtarmışdım ki, gördüm Sara oyandı, balaca qızım. Elə onunla bir yerdə səhər yeməyini hazırladıq. Yedik səhər yeməyini. Və sonra artıq başladım işlərimə. Çəkili ətimiz var idi. Uşaqlardan soruşdum ki, nə istəyirsiniz günorta yeməyinə? Gürcü xəngəl istədilər və mən də bişirdim. Xəmiri yoğurdum. Adi xəmir yoğururam. Un, duz, yumurta, su və içinin ətinə kişniş qatıram. Soğan, ət, duz, istiot. Biraz mən yağ qatdım, çünki ət yağlı deyildi, ona görə. Bir də su qatıram ki, o gürcü xəngəli yeyənlər bilir ki, onun içində belə yeyəndə, dişləyəndə içindən su tökülməlidir. Ona görə ətə su qatmaq lazımdır, su qatıram. Və içinə beləcə bükürəm. İndi inşallah videoda görəcəksiniz. Elə bükürəm və bişirirəm. Bu arada 8 Mart bayramı münasibəti ilə bütün qadınlarımızı təbrik eləyirəm. Başda şəhid anaları, bacıları, evladları, həyat yoldaşları olmaqla bütün qadınları təbrik eləyirəm. Üzünüz həmişə gülsün. Həmişə xoş xəbərlər eşidəsiz. İnşallah. Və biz bugün 8 Martı evdə qeyd eləyəcəyik. Çünki qaynanam oruç tutur. İftara inşallah süfrə açarıq. Oturub birlikdə qeyd eləyərik 8 Martı. Və Allah bütün oruç tutanların orucunu qəbul eləsin inşallah. İçində də bizim. Düzdür, mən tuta bilmirəm. Uşaqlar balaca olanda tutmuşdum, bir dəfə tutdum. 1 il rahat tutdum. Amma sonra artıq uşaqlar böyüyüb, yeriyəndə onlarla çətin olur. Ona görə ancaq 3 gün tuta bildim. Çox pis oldum. Ona görə ondan sonra tutmuram. İnşallah uşaqlar biraz böyüsünlər. Ondan sonra mən də tutacağam. Çox istəyərəm, çox. Ürəyimdən çox gəlir ki, tutum. Amma sadəcə bilirəm ki, mənə çox çətin olacaq. Hər gün gedirəm, Paçisi hər gün gedirəm uşaqların dalınca. Məktəbə hazırlıq aparıram. Ev, işi, gücü, yemək mənə çox çətin olar. Və bugün işim mənim çoxdur. Düzdür, hamısını çəkə bilmirəm. Ancaq yarısını çəkirəm işimin. İstəyirəm uşaqların kurtkalarını yuyum artıq. Balonka kurtkaları çox istidir. Artıq geyinə bilmirlər onu. Dünən geyinmişdilər. Artıq dedilər ki, mama çox isti olur, geyinə bilmirik. İndi istəyirəm onların nazik kurtkalarını çıxardım. Balonkalarını yuyum, götürüm. Və inşallah nazik bir şey görüm. Nələri var, çıxardım onları artıq birinci gündən geyinsinlər. Çünki havalar çox isinib. Baxıram ki, Mart ayı çox isti olacaqdır. Ona görə artıq nazik paltarları çıxartmaq vaxtıdır məncə. İndi hava soyuyar, onda yenə qalınları çıxardarıq. Amma hələ ki hava çox istidir.